İmişli rayonunda 28 may Respublika günü qeyd olunub. Rayon rəhbərliyi, idarə və müəssisələrin nümayəndələri, ziyalılar öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Sonra Heydər Əliyev mərkəzinə toplaşan iştirakçılar Azərbaycan xalqının keçdiyi tarixi yola nəzər salıblar. Bildirilib ki, çarizmin devrilməsi zamanı Şərqdə ilk demokratik respublika məhz Azərbaycanda yaradılıb. Azərbaycan Demokratik Respublikası 2 ilə yaxın bir müddətdə müstəqilliyini qoruyub saxlaya bilib. 1991-ci ildə isə Azərbaycan yenidən müstəqilliyə qovuşub. 1993-cü ildə xalqın tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə müstəqilliyimiz möhkəmlənib. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz daha da güclənir. Kürdəmir rayonunda da Respublika günü qeyd olunub. Şərqin ilk demokratik respublikası Azərbaycan Xalq Cümhuriyyəti mövzusunda dərmi masa keçirilib. Çıxışlar olub. Məktəblilər ədəbi bədii kompozisiyalar nümayiş etdiriblər. Ağsu rayonunda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 97-ci il dönümü münasibəti ilə toplantı keçirilib. Tədbirdə ilk müstəqil Azərbaycan dövlətinin yaranma tarixindən bəhs olunub. Ümummilli lider Heydər Əliyevin Azərbaycanın bugünkü inkişafına nail olunmasındakı misilsiz xidmətləri xüsusi vurğulanıb. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində müstəqilliyimizin daha da möhkəmləndirildiyi qeyd olunub.